Bəzən insan öz inanclarına qapılaraq, duyğularına təslim olaraq, dualarını yoxsulluq, çatışmazlıq və yetərsizlik enerjisi ilə doldurur. Və buradan çıxışı üçün yeganə doğru yol minnətdarlıq meditasiyasıdır. İnsan sonsuz kainatın bir hissəsidir və hər gün insan üçün bir hədiyyə, həyatını istədiyi kimi yaşamağı üçün bir fürsətdir. Bugün, məhz indi sənə çox sadə, amma çox vacib olan həqiqətləri başa düşmək imkanı verilir. Bu həqiqətləri qəbul etməyə hazır ol. Çünki onlar sənin həyata baxışını dəyişəcək. Bugün sən minnətdarlığın gücünü öz üzərində hiss edə biləcəksən və mən sənə bu yolda kömək edəcəm. Düzdür, bu zaman alacaq, amma tezliklə